sağ quluncun altı ağrıyırsa, öyle qulunc ağrısı deyirsə də, qulunc nə deməkdir? Quluncun elmi adı miyazit. Yəni, əzələnin iltihabı. Siz nə eləyə bilərsiniz oranı? Siz onu götürürsünüz, bayaq yenə də bir 50 qram götürürsünüz, günə baxan yağını isidirsiniz, içərisinə qatırsınız 2 xörək qaşığı xardal tozu, yəni qarşıçnik tozu, 1 xörək qaşığı bal və 1 xörək qaşığı acı istot. Əzirsiniz, toz salın, qatırsınız. İsti halda o yağla qatırsınız, isti yağla. İsti halda 3 qat cunanın üstünə, ya parçanın üstünə, altına da salafan salırsınız ki, süzülüb getməsin. Qaynar yox. İsti halda həmin quluş nahiyəsinə bağlayırsınız, üstündən striçlə bağlayır, üstünə də yun, şal ya yun qoyursunuz. Yaxşı tərləyirsiniz. Səhər duranda görəcəksiniz ki, ağrıdan 50% ya 30% qalıb. 2-3 dəfə eləndən sonra ağrılar sizdən gedəcək. Ondan başqa da həmin yeri arı zəhərindən masaj eləsəniz, yenə də çox gözəl nəticə verəcək. Aydındır.